qısa planlama hazırlayaq. Heç nə, bu bilgiyi də nə yaparsınız. İndi biz bunun içində necə oturaq dərs oxuyaq? Bax, bu şeyi mən də yaşamışam, mən də içindən keçmişəm. Beynimizdə eyni hissi yaradırmış. Çünki gələcəyin sənin gələcəyindir. Hellolar, necəsiz? Deməli, bugün hər kəsin çox özləşdiyi, amma çox az danışılan bir mövzudan danışmaq istəyirəm. Tənbəllik. Yəni, həqiqətən tənbəlik, yəni, yoxsa bəzi şeyləri düzgün idarə eləməlik. Yəni, bu mənə həmişə çox maraqlı gəlirdi və bunu çoxca araşdırmışam. Çox qəşəng videodur. Çox qəşəng videodur. O bir his var, bilirsən onu, bilmirsənsə də çıx çölə, sən bizdən deyilsən. Nəysə, zarafat edirəm. Günə başlayırsan, tam hər şey eləyəcəm, çox yaxşı bir gün keçəcək deyirsən, amma bir də baxırsan ki, scroll edirsən. Instagramda, TikTokda, orada, burada fərqi yox. Sadəcə günü boş-boş keçirdirsən və günün sonunda özünə nifrət eləyirsən. Yəni, özünə çox əsəbləşirsən, niyə belə oldu, özünü günahlandırmağa başlayırsan ki, aha, sabahdan eləyəcəm və s. Bununla bağlı çox gözəl sizə ipuçlar verəcəm ki, bunların hamısını araşdırmışam. Ümumiyyətlə, kitablardan oxuduğum məlumatları və ümumi indiyə qədər YouTube'dan oxuduğum bütün, öyrəndiyim bütün məlumatların hamısını yığmışam bütün videolarımın hər birində. Nəysə. Araşdırmalar göstərir ki, 80-90% gənclər eyni problemi yaşayır. Hansı ki, bu bütün günü scroll eləyir və günün sonunda özünü günahkar hiss eləyir. Amma mən sizə bir neçə məlumat yığmışam ki, bunlardan istifadə edərək həqiqətən bu problemdən qurtula bilərsiniz. Amma təbii ki, istəyirsinizsə həqiqətən, əgər dəyişmək istəyirsinizsə, qorxduğunuz şeylərin üzərinə getməlisiniz. Bu bir gerçək, bunu dəyişə bilmir. Başlayaq bu mövzumuza, başlayaq deyirəm. Amma sizə, nə işinizə yarayar bilmirəm, amma sizə bir məlumat verəcəm. Tənbəllik latınca lenus sözündən yaranıb. Yəni, nə deməkdir bu? Lənk tərpənən, lənk hərəkət edən mənasına gəlir. Yəni, heç nə, bu bilgiyi də nə yaparsınız yapın. Başlayaq mövzumuza. Əslində problem tənbəllik yox, dopamin söhbəti. Necə? Günümüzdə dopamin alma o qədər rahat ki, girirsən Instagrama, scroll edirsən. Bunu bəyənmədin bir başqası, bunu bəyənmədin bir başqası. Ancaq video var. Və sən onlara baxdıqca, yəni əylənirsən, heç bir şey eləmədən sadəcə bununla əyləncə qazanmış olursan. İndi biz bunun içində necə oturaq dərs oxuyaq? Bax, necə oturaq dərs oxuyaq? Dərsin nəticəsi 3 ay sonra, 1 il sonra görəcəyik. Bugün dərs oxuyuram, imtahan 6 ay sonradır. Nəticəsinə hələ çox var. Amma beyin bilirsən nə deyir? Mən indi bu dəqiqə istəyirəm. Mən indi bu dəqiqə dopamin istəyirəm. Mənim kefim belə istəyir. Gir Instagrama. İmtahana hələ 3 ay var. Mən ona kimi gözlətməm. Mən bu dəqiqə istəyirəm. Bunu necə həll edə bilərik? Bazar günləri sosial media detoks eləməyə qərar almışam. Bazar günü telefondan, kompüterdən, ümumiyyətlə də yəni Instagram, scroll, fikir yayındıracaq şeylərdən uzaq olmağa çalışıram. Sadəcə sevdiyim şeylər eləyirəm. Məsələn, video çəkirəm, məsələn, kitab oxuyuram, ev işlərinə vaxtımı ayırıram, öz baxım işlərimə vaxt ayırıram. Sırf arxada mahnı belə olmaz. Arxada mahnı belə qoymuram. O dərəcə. Biraz çətin ola bilər, amma başladıqca alışacaqsınız. Bunu çox sınamanızı tövsiyə edirəm. İndi demək ki, həftəmin bütün günləri mənim onsuz da işdə keçir. Bir dənə həftə sonum var, onda da əylənmək istəyirəm falan. Demə. Mənim də işlə keçir bütün həftənin günləri. Yəni otururam o stolda bütün günü. Saat 8-də dururam, 7-də dururam, bir tikə yemək yeyirəm, gəlirəm otururam o stolda. O stoldan saat 3-də, 4-də dururam. Yemək hazırlayıram axşam üçün, təkrar otururam və bir neçə saat sonra da yəni yatırıq. Mənim də həyatım bundan ibarət. Amma nəyisə düzəldmək istəyən sənsən və sən bunu istəyirsənsə, nələrsə keçməlisən. Yəni bu müəyyən müddətli bir şeydir. Zaten həyatın boyu bu cür yaşayacaqsan demək deyil. 2-3 il bu şəkildə özünü idarə etsən, ondan sonrası çox rahat gələcək. Bunu ikimiz də bilirik, sadəcə bəhanə eləyirsən. Eləmə. Nəysə, ikinci maraqlı bir fakt, 10 psixoloqdan 9-u bizim tənbəl yox, bir şeyə başlamaqdan qorxduğumuzu deyir. O, bir psixoloq niyə razılaşmayıb, onu bilmirəm. Birincisi, mükəmməliyyətçilik bilirlər. Əslində, mükəmməliyyətçilik yaxşı bir şeydir, amma bir işə başlayanda yox, bir işə girəndən sonra, o işin içində olandan sonra. Bunu bir çox videomda deyəcəm, bəlkə də demişəm, bəlkə də yenə eyni şeyi deyirsən, amma məni bu videodan ilk dəfə görən biri ola bilər və buna görə bunu təkrar deməliyəm ki, onun üçün də bir aydınlanma ola bilər bəlkə də. Bir işə başlayana qədər ona qarşı mükəmməliyyətçi olma. Sadəcə ən yaxşı versiyanla onu etməyə çalış. Onu edəndən sonra, bir işə girəndən sonra orada artıq mükəmməliyyətçi olmalısan. Çünki yəni günümüzdə bizim rəqibimiz çoxdur. Sən ən yaxşı versiyan olmalısan. Hər zaman yenilənməli, hər zaman yeni şeylər öyrənməli və mükəmməliyyətçi yanaşmalısan işinə qarşı. Ən azından mən belə düşünürəm. Və ikinci olaraq da uğursuzluq qorxusu.
Əslində məncə bir çox insanda var bu. Vaxtı zamanında məndə də var idi. Mən bunu eləsəm uğursuz ola bilərəm. Birdən uğursuz olaram. Yəni uğursuz olsam, of, eləmək istəmirəm falan belə bir triplərə gedirik. Amma məncə bir şeydə məğlub olan yox, onu heç sınamayan bir insan uğursuzdur. Çünki bir şey, yəni heç nə yox. Acı bir oyun oynayaq, sən uduz, növbəti dəfə oynayanda ən azından nəyi necə eləyəcəyini bilirsən. Amma bir də bax ki, heç onu sınamamısan. Qaçırsan ondan. Yəni bu hara qədər gedə bilər ki belə. Və ya məqsədimizdən qorxmaq. İşimizin böyüklüyündən qorxmaq. Bu çoxunluqla yaşanır. Bunu əslində çox insan fərqində deyil, amma tək problemi bəlkə də budur. İşi çox böyük şəkildə görmək istəyir, amma bilirsiniz mövzu nədir? Bəzi şeyləri birləşdirməliyik. Məsələn, biz dopamin almalıyıq. İşimizi də böyüklüyündən qorxuruq. Yəni avtomatik olaraq eləmirik. Amma bunu bir oyuna çevirsək, məsələn, 5-6 yerə bölək, xırda-xırda mərhələlərə bölək. Hər adımı tamamladıqda həm dopamin alırıq, həm də artıq iş gözümüzə yetəri qədər kiçik gəlir. İşə bax, oyda mən onu necə eləyəcəm deyə düşünmürük. Çünki o bu qədər böyük görünmür gözümüz. Məncə bəzi şeyləri oyun halına çevirək və bir çox şeyi özünüzə görə uyğunlaşdırmalısınız. Və ən böyük düşmənimiz telefon asılılığı. Araşdırmalara görə telefon asılılığı məlum maddə qədər güclüdür. Beynimizdə eyni hissi yaradırmış. Siz düşünün. İndi bunu necə toparlamalıyıq? Özümdən sizə bir nümunə göstərəcəm. Mən telefonla, Instagramla, sosial şəbəkə ilə birəbir bağlıyam və ona görə məsələn mənim videolarıma bəyənilər gələndə şərh gəlir və bu mənim bütün diqqətimi yayır. Ona görə indi görəcəksiniz, amma mənim sosial şəbəkələrim hamısı ayrı-ayrılıqda səssizdədir. Telefonum özü də bir ayrı səssizdədir. Yəni o telefon özündən də səssizdədir. Və bu həqiqətən mənim işimi çox rahatlaşdırır. Məsələn, mən kompüterə əvvəl oturub işləmək istəyəndə fikrim çox tez yayınır. Çox rahat şəkildə işimi görürəm. Desən ki, bəs mən də sosial şəbəkəyə girmək istəyirəm, amma hər an videolar izləməli və nələrin akım olduğunu bilib onları paylaşmalıyam və s. Açığı mən çoxunluqla akımlardan istifadə eləmirəm. Çox nadir xoşuma gələn, həqiqətən maraqlı gələn şeyləri bəli istifadə edirəm. Çoxunluqla mətnimi falan özüm hazırlamaq istəyirəm, özüm hazırlayıram və öz kontentimi uyğun şəkildə eləyirəm deyə mən akımlara çox ayaq uydurmalı olmuram açığı. Ona görə bu barədə bir fikir verə bilməyəcəm sizə. Amma belə bir şey deyə bilərəm. Gün ərzində müəyyən bir saat ayırın özünüzə, 1 saat sırf scroll eləmək üçün. Amma məqsədinizdən yayınmadan. Bilirsən ki, mən bir kontent yaratmalıyam və bunun üçün ideyalar tapmalıyam. Ona görə oturub 1 saat sadəcə belə axtar. Bundan artıq bir şey eləmə, amma qeydlərini də apar ki, bunu çəkərəm, bunu çəkmərəm və s. kimisindən belə bir şey. Və mənim çox istifadə etdiyim bir şey də var. Mən sosial şəbəkələrdə limit qoymuşam telefonda. Gündəlik 1 saat limitim var. O gündəlik 1 saatı tamamlayandan sonra mənə bildirim gəlir ki, mələk bugünlük şansını yetəri qədər istifadə etdin. Bundan sonra Instagrama girmə deyə bildirim göndərir mənə. Amma bəzən onu olur ki, bugünlük 15 dəqiqə əlavə vaxt və ya bu günü ümumiyyətlə sayma deyə o gün üçün onu ləğv edə bilirəm. Amma çalışdığım qədər ləğv eləməməyə çalışıram ki, o əməlimə sadiq qalım. Bunu da yoxlaya bilərsiniz. Bu çox şey dəyişir həqiqətən. Bu mənim Instagram müddətimi çox azaldıb həqiqətən. Və bir başqa şey də demək istəyərdim. Saat qurmaq. Günün müəyyən saatlarında telefona baxa bilərsiniz. Məsələn, 12:00-da qur saatı, 12:00-da budilnik çağırsın, sən ona qədər telefona baxma. 12:00-da budilnik çağıranda artıq sən bilirsən ki, mən telefona baxa bilərəm. O zaman üçün də özünə 15 dəqiqəlik, yarım saatlıq, 1 saatlıq bir zaman təyin edə bilərsən. 1 saat elə deməzdim, çünki bunu gün içinə yayanda, yəni eyni başa-baş gəlib çıxır. Ona görə 20 dəqiqə, maksimum 30 dəqiqə ayır və mənim üçün ən can alıcı yer, ən önəmli yer burasıdır. Əslində mövzu vaxt idarə etmək deyil, enerji idarə etmək. Nə demək istəyirəm? 12 saat boş-boş oturub çox yorğun hiss edə bilərik ki, bunu dəfələrlə yaşamışam. Amma 2 saat verimli işləyib özümüz çox gümrah hiss edə bilərik. Bu da dəfələrlə yaşanılmış bir şeydir məncə. Yəni ona görə bu zamanımızı yox, daha çox enerjimizi düzgün yönləndirməliyik. Əslində çox önəmli bir məqamda var. Tənbəllik hissi bəzən öz istəklərimizdən uzaq olduğu üçün olur. Yəni nə demək istəyirəm? Bəzən bir ixtisası, bir seçim eləyəndə öz seçimimiz yox, bu valideynlərimizin seçimi olur və biz o işə gedəndə, o dərsə hazırlaşanda sanki cənazəyə gedirik. Bu qədər zövq almırıq yəni həqiqətən. Bunda bir şey deyə bilməyəcəm, çünki çox qarışıq məqamdır. Bu şeyi mən də yaşamışam, mən də içindən keçmişəm. Bəlkə bununla bağlı başqa bir videoda danışarıq, dərdləşərik. Bir gün istəsəz.
Ümumiyyətlə, istədiyiniz mövzuları rəylərdə də mənə bildirin. O üzrə də mövzular çəkməyə çalışım. Qısaca toxunacağım bəzi yerlərə. Nə dedik? Telefonu səssiz almaq dedik, bildirimləri səssiz almaq dedik, sosial şəbəkələrə zaman limiti qoymaq dedik, bunlardan danışdıq və Pomodoro texnikası. Bunu çoxunuz bilirsiniz. Amma məncə burada maraqlı bir məqama toxunmaq istəyirəm. Burada qeyd 20 dəqiqə işdə 5 dəqiqə fasilə verdi. Amma bu sizdə işə yaramaya bilər və bunu düzgün özünüzə uyğunlaşdırmalısınız. Məncə hər texnika olduğu kimi işlənilməməlidir. Çünki hər kəsin düşüncəsi, fikri, baxış tərzi fərqlidir və bunu özünüzə uyğunlaşdırmağa çalışmalısınız. Məsələn, mən 20 dəqiqə işləyib 5 dəqiqə ara versəm, bütün odağım pozular. Mən 20 dəqiqədə onsuz da güclə odağımı ora verirəm də, yəni 5 dəqiqədə ara verdim. Of. Artıq işləmək istəmir insan. Yəni əminəm ki, bunu bir çoxunuz yaşamısınız. Yəni düşün ki, sən 60 dəqiqəyə odaklana bilən bir insansan. Yəni ona görə özünə 60 dəqiqə yox, onu 1 saat 20 dəqiqə təyin elə. 60 dəqiqəyə odaklanasan, bir neçə dəqiqəsini də əlavədən işləyəcəksən və 5 dəqiqə, 10 dəqiqə ara verəcəksən. Yəni mən buna bu şəkildə yanaşıram. Düşünürəm ki, bu daha doğru variant. İndi bu danışdıqlarımızdan bir neçə həftəyə bölüb bir qısa planlama hazırlayaq. Birinci həftə nə edirsən? Birinci həftənin hər şeyi bir sil başdan yaradırıq ilk həftə. Dediyimiz bildirimləri, zaman limitləri, hər şey təyin eləyirik. Artıq hər şeyə hazırlaşmışıq. İkinci həftə artıq bütün işlərimizi kiçik-kiçik addımlara bölürük və bunları uyğunlaşdırırıq öz həyatımıza görə. Öz Pomodoro texnikamızı və ya öz işimizdə istifadə edə biləcəyimiz bizə uyğun hər hansısa bir texnikanı tapırıq və onun üzərində işlərimizi planlayırıq. Üçüncü həftə iş, təhsil balansını bir qorumaq lazımdır. Ümumiyyətlə biraz bəzi şeylərdə xeyir deməyə bacarın və dördüncü həftə hər şey artıq avtomatika bağlanmalıdır. Yəni bu elədiklərini davamlı şəkildə ardıcıl gətirməlisən. Bu həftə elədim, hə, fisyo bitdi, mən artıq onsuz da buna alışmışam, bundan sonra da belə gedəcək falan. Belə bir şey yoxdur. Bunu uzun-uzadı şəkildə dəfələrlə təkrarlamalısan ki, o səndə avtomatikləşsin. Mən açığı sənə çox inanıram, səni tanımasam belə. Çünki sən bu videonu bura qədər izlədinsə, deməli həqiqətən nəsə bir şeylər eləmək istəyirsən. Ümid eləyirəm videonu qoşub qap yumağa falan getməmisən. Nəysə, onu etmisənsə də ən azından boş zamanını yaxşı şeylərlə dəyərləndirirsən. Bu da çox gözəl bir şeydir. Ona görə bugün görünən heç bir şey sizə xırda gəlməsin. Bugünün ən xırda addımı sabahın böyük yollarını, böyük cığırlarını açacaq sizə. Ümid eləyirəm ki, bu video az da olsa sizə bir fikir oldu, az da olsa bir motivasiya oldu. Elə indidən bir şeylər etməyə başlayın. Kanalımda ümumiyyətlə planlamaya bir çox texnikalar var ki, yəni həqiqətən bunları bölüşürəm və onlardan hər birini istifadə etməyi istəyirəm. Çünki hər biri çox gözəl texnikalardır və özünə aid olan texnikanı tapana qədər araşdırmalısan. Hər zaman nə deyirik? Bunu gələcək sənə borclusan. Yəni gələcək sən oturub, of, mələk, yəni bu işlərlə məşğul idim bütün günü deməməlidir. Deməsin. Çünki gələcəyin sənin gələcəyindir. Çox qəribə cümlə oldu. Nəysə, bugünlük videomuz bu qədər. Həqiqətən həyatınızda yoxladığınız, dəyişdiyi və ya nə bilim həyatınıza toxunmuş şeyləri rəylərdə paylaşmağı unutmayın. Açığı sizdən gələn rəyləri oxumaq mənə çox həyəcan verir. Çünki YouTube-da o qədər insan rəy falan yazan deyil. Amma yazan olanda çox həyəcanlanıram və bu arada qısa bir qeyd eləmək istəyirəm. Mən Azərbaycanda yaşamadığım üçün alqoritmim məni biraz fərqli yönləndirir. Ona görə xahiş edərdim ki, bir bəyəni və ya bir rəy mənim üçün çox böyük və əvəzsiz bir şey olacaq. Nəysə, bugünlük də bu qədər. İkinci videomuzu da atdığımız üçün üçüncü videoya görüşənə qədər özünüzə çox yaxşı baxın. Sizi çox öpürəm. Hələlik.